İndi xanımla kişinin arasında biraz aralar soyudu. Vəziyyət gəldi bir yetişdi ki, nəinki soyudu, ara dəydi artıq. Pozulub o ünsiyyət. Quran buyurur, barışığa gəlin ilk addımda, barışığa gəlin. Fələ cunaha aleykimə ən yuslihə beynəhuma sulhan. Sülh eləyin, sülh. Və sulhu xeyrun. Bu sülh, barışıq çox yaxşıdır, xeyirlidir. Çox yaxşıdır, xeyirlidir. Amma bir dənə mesaj verir mötərizə içərisində. Barışığa gəlmək istəyirsinizsə, ünsiyyətlərin bərpa olunmasını istəyirsinizsə, bir nöqtə var, o mane olacaq sizə. Nədir ya Rəbbəl aləmin? Və uhzirətil ənfusu əş-şux. Sülh eləmək istəyirsinizsə, egonu kənara qoymalısınız. Şux, yəni ego. Nəfsin bu şöbəsi ilə mübarizə aparmalısınız. Bu şöbəsi ilə mübarizə aparmalısınız. Yoxsa siz ortaq nöqtəyə gələ bilməyəcəksiniz. Sülh nədir? Qarşı tərəfində fikirləri, öz fikirləri var. Bir nöqtəyə gəlirsiniz. Yaxşı. Yox, siz bu cür nə olmasaz, o egovuz girsə meydana, qoymayacaqsınız, birləşəsiniz. Mən problem yaratacaq. Mən girəcək aşiqlə məşuqun arasına. Hər yerdə, hər yerdə. Bütün münasibətləri pozacaq bu şux, bu mən, bu egocentrik həyat. Buyururlar, nəfsin bu hissəsi ilə mübarizə aparın. Mübarizə aparın, yorulmadan özdən. Nəfs nə zaman zəifləyəcək, mübarizə aparacaqsan. Nəfs nə zaman zəifləyəcək, onun dediyini eləməyəcəksən. Onun dediyini eləmirsən, zəifləyir artıq. Onu zəiflətməyin yollarından biri budur və mühüm yoludur, bunu bilin. O deyir, sən eləmirsən, sən elə bilsən ki, yox, ürəyim qalıb o günahda, baxı, bu mübarizə deyil, yox, zəifləyir o. Belki zəifləyir, aldanma. Sən hiss eləmirsən ola bilsin, çünki bəzi proseslər, belə deyə, zamanla olur, adam onu hiss eləyə bilmir, narahat olur. Adam onu hiss eləyə bilmir, narahat olur. Güzel, məsələn, 2 dəqiqədən bir özünə baxır, görüm, dəyişilib, dəyişilməyib, simam, nə bilim, boyum böyüyüb, böyüməyib. O, sən bilməyəcəksən də, hər saatdan 5 dəqiqədən bir baxırsan. O zamanla görürsən, məsələn, bir neçə ay sənə görüm, yəni insan deyir, maşallah dəyişilmirsən, nə bilim, filan və hadisə belə. Bu proses də belədir. Ona qulaq asmırsınız, məyus olmayın ki, axı, bu neçə ildə mən buna qulaq asmıram. Yox, nə qədər zəiflətmişsiniz onu. Siz indi təsəvvür edin ki, onu başlı-başına bıraxsaydınız, bu haralardaydınız. Belə baxın məsələyə. Məyus olmayacaqsınız onda. Məyus olmayacaqsınız. Yaxşı? Quran deyir ki, yox, istəyirsinizsə ailə bir yerə gəlsin, bu küsülük həyatınız da